Salam, vaxtınız xeyir olsun. Bəli, Avropanın bir sıra şəhərləri, xüsusən də Çekiyanın paytaxtı Praqa şəhəri elektrosamokatların yaratdığı yol hərəkəti xaosuna qarşı mübarizədə açıq-aşkar məğlub olduqlarını etiraf edir. Belə ki, adını çəkdiyim həmin şəhərdə 2026-cı ildən etibarən elektrosamokatların fəaliyyəti və istifadəsi dayandırılacaq. Lakin Bakıda tamam fərqli tendensiya müşahidə olunur. Paytaxtda aktiv şəkildə yeni elektrosamokat dayanacaqları yaradılır. Bununla paralel müvafiq yol infrastrukturu da inkişaf etdirilir. Belə olduğu zaman bir sual ortaya çıxır. Bu fərqliliyin səbəbi nədir? Ölkədə həmin o iki təkərli nəqliyyat vasitəsinə üstünlük yollarda yaranan problemin həll yolu kimi hesab edilir. Bəs sözü gedən üstünlük sadəcə yüksək tələbatla bağlıdır, yoxsa bunun fonunda yollardakı tıxacları azaltmaq və şəhərin ekologiyasını yaxşılaşdırmaq üçün hansısa strateji bir plan mövcuddur? Bununla bağlı istərdim bu mövzunu nəqliyyat eksperti Ərşad Hüseynov bizə ətraflı şərh etsin. Salam, vaxtınız xeyir olsun. Bununla bağlı nə düşünürsünüz? Sizin şərhinizi alın. Bəli, bizim ölkəmizdə xüsusən də Bakı şəhərində mikromobillik vasitələrindən istifadəyə çox böyük ehtiyac var. Çünki əhali mobilliyinin təmin olunmasında, tıxacsız, ekoloji təmiz yol mühitinin yaradılmasında o kiçik elektrik nəqliyyat vasitələrindən, velosipedlərdən istifadənin çox mühüm rolu var. Ona görə də bu istiqamətdə o stimullaşdırıcı tədbirlərə, təşviqat, təbliğat işlərində geniş ehtiyac var. Amma ən başlıcası təhlükəsizlikdir. Bax, Avropa ölkələrində bu vasitələrdən istifadənin məhdudlaşdırılmasında əsas hədəf təhlükəsizlikdir. Çünki onlar qaydalardan kənar, qəflətən, oradan-buradan hərəkət edərək problemlər yaradırlar. Həm özləri qəzaya məruz qalırlar, zərər çəkirlər, həm də digər hərəkət iştirakçıları üçün problemlər yaradırlar. Bu da nizamlı hərəkətdən kənar bir davranışdır. Lakin burada təhlükəsizlik tələblərinə ciddi riayət olunsa, qaydalara riayət olunsa, həmin problemlər yaranmaz. Ona görə də mən düşünürəm ki, bizim ölkəmizdə hələ ki, bu iki təkərli nəqliyyat vasitələri, mikromobillik vasitələri yeni yayılmağa başlayıb. Ona görə də məhdudlaşdırıcı tədbirlər tətbiq eləmək hələ tezdir. Lakin təhlükəsizlik heç bir halda ikinci plana keçməməlidir. Təhlükəsizliyin də artırılması üçün bir neçə istiqamətdə iş görülməlidir. Birinci növbədə o vasitələrdən istifadə edən şəxslər yol hərəkət qaydalarını mükəmməl surətdə öyrənməlidirlər. Onlar da bilməlidirlər ki, hərəkət iştirakçılarıdırlar, yollarda hərəkət edirlər. Onlar üçün də qaydalar var və bu qaydalara riayət eləməlidirlər. Əks təqdirdə problemlər yaranarsa, birinci növbədə onlar özləri zərər çəkəcəklər. Və yaxşı olar ki, onları icarəyə verənlər, hətta öz mülkiyyətinə alaraq istifadə edənlər o qaydaları öyrənməyə məcbur edilsinlər. Bu da nədir? Yaxşı olar ki, oradakı o mobil tətbiqlərdə mütləq onlardan istifadənin qaydaları olsun. Həmin adamlar bu qaydaları öyrənsinlər, ondan sonra yola çıxsınlar və həm də nəzarət olmalıdır. Nəzarət də budur ki, bunlar üçün də yol hərəkət qaydalarının pozulması hallarında məsuliyyət tədbirləri var. Hərdən o məsuliyyət tədbirləri də tətbiq olunmalıdır ki, bunlar bilsinlər ki, hərəkət iştirakçıları və qaydalara riayət eləməlidirlər. Qaydaları öyrənməyə məcbur olsunlar. Təxminən bax, belə bir yanaşma olmalıdır. Təşəkkürlər ətraflı məlumat üçün Ərşad bəy. Bəli, müsahibimizin də qeyd etdiyi kimi Bakı bir mənalı olaraq mikromobilliyə üstünlük verir. Paytaxtda yollardakı xaosu aradan qaldırmaq üçün isə yol şəbəkəsi mütəmadi olaraq inkişaf etdirilir. İdeyası sadədir. Elektrosamokatların piyadalara və avtomobillərə mane olmamaları üçün müvafiq yollar artırılmalıdır. Avtomobilləri elektrikli samokatlarla əvəz eləmək ilk növbədə yol tıxacının azalmasında faydalıdır. Amma bir şərtlə, sürücülər yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməlidir. Elektrosamokatların problemlərin həll yolu olması ya da tam əksinə xaosu gətirib çıxarmasını isə müvafiq addımlardan sonra görəcəyik. Və hələlik çatdıracağımız məlumatlar bunlar idi. Sözü studiya ötürürəm.